Salam, mən Nara. Bugün sizi Əhmədlidən salamlayıram. Bura Əhmədlidə məşhur Bakı kinoteatrının yanıdır. Arxamda gördüyünüz bu Prado Pərvin adlı oğlana məxsusdur və mənim yaxın dostumdur. Dayday maşını kimi tanınsa da, bu Prado hal-hazırda gənclərin də sevimlisidir. Çünki yağış demədən daima yollardadır və heç vaxt yolda qoymur. Bu iri ölçülü disk təkərlər sizə tank sürülmüş hissiyatı yaşadacaq. Həm güclü performansa sahib, həm də salonu geniş və komfortludur. Hündür maşın olduğu üçün sizə tıxaclarda hərəkət etmək elə də çətin olmayacaq. Offroad maşını sayılan bu Prado dağa daşa elə dırmaşır, sanki dağ keçisidir. Siz hələ bu füsunkar ön barmaqlıqlara baxın, əla görünür. Pərvin məni çay içməyə dəvət edib, özü də söz verib bu ceyranı mən sürəcəm. Pərvin bunu heç vaxt demir, amma mən bilirəm ki, bu maşın Əhməddə bir çox qızın sevgisidir. Mənə elə gəlir ki, bu ağ ceyran daydaylardan çox gənclərin marağını daha çox çəkir. Bu maşında şəhərə çıxanda bütün gözlərin üzərində olduğunu hiss edəcəksən. Çəkilişimiz davam edir və deyəsən qar yağmağa başladı. Belə yağsa, hər yan qara bürünəcək. Hava qaralıb və budur, hər tərəf ağappaq qara bürünüb. Hamı bu qarlı havada qarajda gizlənib çıxmasa da bizə heç fərq eləmir. Əksinə yolların boş olmasından istifadə edib Prado ilə rahatlıqla gəzirik. Hospitalın önündəyik və bayaqdan qızlar yaxınlaşma çəkdirmək istəyir. İlahi, salonu necə geniş və rahatdır. Mən bu maşınla Hinalay dağına belə dırmaşaram. Sikanı yumşaq və multifunksiyonaldır və oturacaqlar elektron paketlə təchiz olunub. Bu maşın çox qəşəngdir axı, çox bəyəndim. Pərvin sadəcə super. Hava soyuqdur və biz Pərvinlə şəhərə kofe içməyə gedirik. İnşallah tezliklə görüşənədək hələlik. Siz də bu şəkildə mənimlə birlikdə video çəkmək istəsəz yaza bilərsiniz.